Hazırda partlayışın olduğu binaya daxil olmuşuq, blokun içindəyik. Hətta divarda gördüyünüz kimi əl izləri belə var. Yəni buradan çıxmaq istəyən şəxslər qaça-qaça hər yer söykənərək düşüblər. Hər yer bu formada palçıq və kül içindədir, kömür yox, his içindədir. Və biz indi daxil oluruq, daha doğrusu qalxırıq 6-cı mərtəbədəydik, 7-ci mərtəbəyə və partlayış da məhz 7-ci mərtəbədə baş vermişdi. Tüstüləmə, daha sonra partlayış. Gedək, görək nələr baş verib. Gördüyünüz kimi hər yerdə müəyyən əl izləri, barmaq izləri var və qara olması onu göstərir ki, bu insanlar çıxarkən, ərazini tərk etməyə çalışarkən istər-istəməz demək olar ki, yanğının vurduğu yerlərlə birbaşa təmasda olublar və 7-ci mərtəbəyə qalxmaq üçün görürsünüz, hər yer palçıq və su içindədir. Atarkən belə diqqətli olmaq lazımdır.